Bildiyiniz kimi millətimiz az qalır deyəm ki, ölüm qalım savaşındadır. Çox tarixi və həssas bir durumda, vəziyyətdəyik. Əzizlər, bir fürsət qabağa gəlib. Əgər bu fürsəti doğru düzgün dəyərləndirirsək, eləyə bildik ki, bizdən talanan, çalınan haqlarımızı əldə eləyək. Öz müqəddəratımızı əldə eləyək, özümüzü idarə eləyək. Bu, Mahmud Əli Çehrəqanının gücü ilə olmaz. Bir fərdin, bir şəxsin gücü ilə olmaz. Millətimizin şərəfli, qeyrətli, sədaqətli və səmimiyyətli yiğitlərinin, oğullarının və qızlarının ittihadı və ittifaqı və işbirliyi ilə olar. Ona görə mən Çehrəqani olaraq bütün aktivistləri, bütün fəalları ki, bizlə yaxından vardılar ya yoxdular, onların hamısını öpürəm, bağrıma basıram və iş birliyinə, güc birliyinə dəvət edirəm. Bilirsiniz ki, zəfərləri doğan və yaradan sadiq və səmimi güclərin birləşməsidir. Ona görə, əzizlər, hamınızı, əgər Güney Azərbaycanlısınız, Güney Azərbaycanlının bir oğlusunuz, bir qızısınız və sizdə cəsarət, qeyrət, sədaqət və səmimiyyət varsa, ki, mən bilirəm çoxlarında var, hamısını dəvət edirəm güc birliyinə və iş birliyinə. Gəlin əl-ələ verək, yenilməz bir güc yaradaq və bir daha Azərbaycanımızın, yəni vətənimizin və millətimizin haqlarının tapdalanmasına və əzilməsinə və görməzdən gəlinməsinə düşmənlərimizə fürsət verməyək. İttihad və ittifaqımız olursa, birliyimiz, birgəliyimiz olursa, düşmən hesabını eləyəcək, həddin biləcək və biz bu dəfə talanmış və çalınmış haqlarımızı o birləşmiş və gücümüzlə əldə eləyəcəyik. Yaşasın birlik və birgəlik. Mən, hətta məni xoş görməyən, məni incidən, mənim fərzi bugün haqlarımı tapdalayan, ya məndən xoşu gəlməyən, bütün əzizləri vətən və millət naminə təkrar birliyə, birgəliyə çağırıram. Bizim bağrımız, qucağımız sizi bağrımıza basmağa açıqdır, hazırdır. Var olasınız.